lazım deyil. Bura mənim özüm bilərəm. Hörmət edirik, belə şey lazım deyil. Mən özüm bilərəm. Burada qonaqların kimdir ümumiyyətlə? Kimləri çağırmısan bura bugün? Yox, bilirəm kimləri. Bilirəm, kimi çağırmısan bugün bura? Onlardan danışdın. Yox, bildi. Bizdən danış, niyə başqasından danışırsan? Onları çağıranda onlardan danışarsan. Yox, sənə nə oldu ki, mən burada deyirəm. Yox, bugün bizi çağırmısan da bura, düzdür? Yəqin nəsə. Yox, başa düşdüm, yəni. Niyə məhz Nəsə onlarla məni bir tutursan, onların müqayisəsində Yusuf Heç mən düşünmədən onu dedim. Xeyr, onlarla bizi bir tutma. Onların sırasına Yox, sənə nə oldu ki? Yox, sən niyə onların sırasına bizi Yox, salırsan mən söz ki? deyim, mən bura mənim verişim öz bildiyimi danışa Yox, bilərəm. gətirmə onların mövzusunu, bizi ümumiyyət adımızı bir tutma. Heç dəxli var. Kimlə səmimi danışırsan, elə mənim verişimdə özüm bilərəm. İkinci də ki, yox, mən heç düşünmədən sənə... Namsa demək deyil. Düşünmədən sən kiminsə yox, mövzusunu yox. qaynatmalısan. Nə danışırsan, sən? Neysə. Mən öz qonaqlarım haqqında danışıram, özüm bilərəm. Burada olan haqqında danışıram, olmayan haqqında danışaram. Burada biz isə bizdən danışılmalıdır. Mən özüm bilərəm kimdən danışıram. Mən özüm bilərəm kimdən Yusuf danışıram. Mustafayevlə nəyə görə kimlərinsə adı bir tutulmalıdır?